Bugün sizə yaradıcı dizayn afişlərini başa salacağım. Hansı ki, az sözlərlə, sloqanla e, hansı stillərdə ümumiyyətlə vizuallar hazırlamaq olur. Bunun növləri var, yəni bunun kateqoriyaları var. Bu kateqoriyaları sizə başa salacağım. Qeydlərinizi də apararsınız. Həm də video rekordinq də eləyirəm. Ekran Hı hı. göstərir. Bəli, bəli, görsənir. Bu video deməli ümumiyyətlə yaradıcı dizayn afişləri e, kütlə ilə, izləyicilərlə bir empatiya qurmaq üçün istifadə edilir. Bunlar konversiya məqsədi daşınmır. Ümumiyyətlə dizaynerlikdə iki hissə var. Var konversiyalı hissə, var yaradıcı dizayn hissəsi. E, Konversiya hissəni hazırlamaq çox rahatdır. Onun bir hekayəsi olmur. Amma yaradıcı dizayn afişalarında, posterlərində mərhələ gedilir. Orada ya problem həll edilir, ya problem göstərilmiş olunur, və yaxud da maarifləndirmə işi ola bilər. Daha çox bu üstünlüklərə verilir. Yəni hər hansı bir şeyin həlli ya da ki, həll yolunu göstərmək kimi eləməyə çalışırlar. Və bunda kateqoriyalar var. Kateqoriyalar nədir, necə olur? Məsəl üçün bir şirkət bir marafon təşkil eləyir. Bu reklam kampaniyasıdır. Bir billboard düşünə bilərsiniz bunu çölə vurulması üçün. Burada marafonda Krasovkanın həm reklamı gedir, həm də bir marafon kampaniyasını təşkil etməyə çalışıblar. Və fikir versəz, bu afişada şey yoxdur, sloqan yoxdur. Sloqansız şəkildə sadəcə vizualın özü ilə göstərməyə çalışıblar ki, yəni situasiyalar necə olur, durum necə ola bilər, nəyi, xidməti necə göstərə bilərlər. Burada başlayıblar bölmə işləri görməyə başlayıblar. Bölmə işləri necədir bu situasiyada? A, Deməli, marafon var. Marafonu nələr daxildir? Bu düşünülməyə başlanılıb. Nə daxildir? Şəhərcik, park, binalar filan, yəni qaçış zolağı filan. Bu detallar var. Və marafonda da nə istifadə edilə bilər? Daha rahat qaçmaq üçün krossovka. Bu krossovka ilə rahat bir şəkildə marafonu yerinə yetirə bilərsiniz mesajını göstəriblər. Çünki burada şəhərciyin detalını çox qoyublar. Böyük bir şəhərci yerləşdiriblər krossovkanın altına. Bu bir problem həllidir. Və bu kateqoriya olaraq məkanın özündən istifadə eləyərək ideya fikirləşməkdir. Yəni sizə bir xidmət gələ bilər. Bu xidməti bizə əsasən siz məsəl üçün birinci kateqoriyanızı seçib məkanın özündən ilhamlanaraq yola çıxa bilərsiniz. Məsəl üçün deyək ki, bir coffee shop üçün bir tutaq ki, poster hazırlayırsınız və istəyirsiniz məkanından ilhamlanasınız. Və coffee shop yolun qırağındaymış kimi təsvir edə bilərsiniz. İnsanlar ora axışır. Burada məsələ nədir? Yolun qırağında olması. Burada hətta siz parking məsələlərini göstərə bilərsiniz ki, heç parking eləmədən rahat şəkildə qapıdan kofeni götürə bilərsiniz və bunun vizual tərəflərini düşünə bilərsiniz. Buradakı məsələ birinci kateqoriyalar məkanın özündən ilhamlanmaqdır. Kateqoriyalarımız çoxdur. Hamısını bugün başa salacağım sizə. Bunlar elə bilin ki, yaradıcılıq baxımından ilhamlanmaq üçün düsturlardır. Və siz hər dəfə hansı sizə uyğundursa, hansı xidmətə nə uyğundursa onu seçəcəksiniz. Bu birincisi idi. İkincisi göz yanılsaması. İkinci kateqoriyamız göz yanılsamasını göstərməyimizdir. Bu göz yanılsaması necə bir şeydir? Məsəl üçün, burada bir məşhur bir bu rəsm əsərindən götürülmədir. Məşhur rəsm əsərinin vizualını yaratmağa çalışıblar. Bu kitab mağazası üçün olan bir poster ideyasıdır. Burada bu kitabın bir hissəsində belə bantlı şəkildə sima var və burada da bir dənə adamı qoyublar və adamın bir hissəsinin üzü kitabın üzü ilə tamamlanır. Bu artıq bir mesajdır.
Kitab bir insanı tamamlaya bilər tipində bir mesajdır, kampaniyadır. Və dizayn olaraq bunun göz yanılsaması kateqoriyasında edilib. Göz yanılsaması nə mənada göz yanılsaması? Yəni başqa bir detal götürürsüz, bir dənə də başqa bir detal götürürsüz, onları birləşdirib tamamlayırsınız. Yəni bir kiçik bir detalla böyük bir detalı tamamlamaq kimi yola çıxırsınız. Bu göz yanılsaması olaraq, avtomatik olaraq insan beyni onu vizual olaraq tamamlamış olur. Buradakı məsələdə həm də ki, digər xidmət baxımından da məsəl üçün burada göstərməyə çalışılır ki, kitab insana nə qədər fayda verə bilər, insanı nə qədər tamamlaya bilir. Bu məsəl üçün bu kateqoriya hər xidmətdə istifadə edilə bilməz. Məsələn, Lego tipli oyunlarda istifadə edilə bilər, Lego mağazaları üçün istifadə edilə bilər. Ondan sonra istifadə edilə bilər kitab mağazaları üçün maarifləndirici üsullarda. Daha çox maarifləndirici üsullarda bu göz yanılsamalarını istifadə etmək daha uğurlu olur, həm də bir hekayəsi olmuş olur. Alternativ olaraq da bir sənət əsərinin, məşhur bir sənət əsərinin tablosunu həm də göstərməyə çalışırlar. Bu da bir ideya növüdür, bir ideya tərzidir. Buna bağlı çox işlər görüblər ümumiyyətlə. Mint Wind kitab mağazasıdır. Litvaniyadakı. Üçüncü kateqoriyamız. Üçüncü kateqoriyamız bunlar hamısı bu vizuallar məsəl üçün manipulyasiyalı da ola bilər. Ondan sonra bu hər hansı bir kateqoriyaya sahib də ola bilər. Deməli, bir kateqoriyaya sahib ola bilər. Daha doğrusu bir manipulyasiya sahib ola bilərlər. Effekti, meffekti belə bir şəkildə də ola bilər. Yəni neon effekt oradan gəldi, hər hansı bir kreativ bir ideya şəklində oradan gəldi. Ya da ki, real bir fotodan da ancaq yola çıxaraq belə sadə bir şəkildə də eləyə bilərsiniz. Yəni bunun vizualı bir vizual tərzi yoxdur. O artıq qrafik dizaynında danışmışdıq, tərzlər, grinç üsullar, zətlər. Bunlar da daxildir bura. Bu kateqoriyalar hamısı ideya düşünmək üçündür. İdeyada istifadə eləmək üçündür. Amma artıq vizualda hansı tərzi yığacaqsınız, o artıq ayrı bir məsələdir. Yəni onu istədiyiniz tərzi yığa bilərsiniz. Əsas məsələ burada düsturlardan istifadə eləməkdir. Yəni məsələn iki dənə düstur artıq bilirsiniz. Göz yanılsamasından istifadə eləməkdir. Digəri də məkandan istifadə eləməkdir. Məkanın özündən ilham alaraq istifadə eləməkdir. Bu üçüncüsü isə burada da sloqan heç yoxdur. Bu artıq real vizualla bir şeyləri göstərməkdir. Yəni nə mənada real bir vizualla göstərmək? Burada nə göstərir? FedEx nə göstərməyə çalışır bizə? Bu divarda yansıyan durum coğrafiya xəritədir əslində. Bir xəritədir. Şimali Amerika, Cənubi Amerika bölünüb. Xəritədə bu əslində divarda xəritə göstərməyə çalışıblar və bir şimaldan cənuba çatdırılmanı göstərməyə çalışıblar ki, nə qədər əslində bizim onlar üçün rahatdır. Yəni məsafəni qısaltmağı, məsafənin qısalmış durumda olmasını göstərməyə çalışır. Yəni onlar üçün bir maneə yoxdur. Yəni xəritədə nə qədər uzaq olsa da və yaxud da ki, kilometrlərlə nə qədər uzaqlar olsa da, amma bir qapı qonşu kimi biz rahat, sürətli və tez çatdırılmanı eləyirik. Bunu göstərməyə çalışıblar. Burada məsələ, burada artıq problem həlli var. Həmişə bir ideyanı fikirləşəndən sonra öz-özünüzə sual verin. Siz orada problem həll eləmisiniz, problemi göstərmisiniz, maarifləndirmisiniz, yoxsa əyləndirmisiniz? Bunları hamısını məsələn düşünmək lazımdır. Yəni o ideya fikirləşəndən sonra ona uyğun fikrinizi formalaşdırmış olursunuz. Və digər məsələdə brendi Bunları qeyd edeyim. necə? Bunları qeyd edeyim. Qeyd eləmirsiniz. Videonun əvvəlində dedim ki, qeyd eləyin. Kateqoriyaları qeyd eləyin. Yəni kateqoriyaları qeyd edirsiniz? Kateqoriyaları, hə, onları soruşuram. Yəni belə Təbii ki, qeyd formada eləməlisiniz. Yox, qeyd eləməlisiniz. Niyə qeyd eləməlisiniz? Çünki baxmayın, indi hər dəfə durub videonu açıb qabağa verə-verə baxıb bu kateqoriyaları xatırlamağınız çətin ola bilər, vaxt itkisi ola bilər.
Amma qeyd eləsəz kateqoriyaları, yanında açıqlamalar da yazsaz, mən danışdıqca siz başa düşdüyünüz qədər danışsaz, onda vərəqi rahat şəkildə açıb ideyanızı fikirləşə biləcəksiniz. Yəni bütün məqsəd burada bu kateqoriyalar üzrə birini seçib hər dəfə işləməkdir. Və yaxud da ki, oturub bir ideya fikirləşirsiniz, hə, ilham gəlməməlidir də. Açırsınız vərəqinizi, baxırsınız ki, hə, bu kateqoriyam var, bu kateqoriyam var. Hansından yola çıxabilirsiniz? Xatırlatma amaclı istifadə eləməlisiniz. Təbii ki, qeyd eləməlisiniz. Dərs başlamamışdan qabaq söyləmişdim sizə. Tamam. Bu üçüncüdə bu həm də bu tipli anlatmayın, göstərin kateqoriyası bizə həm də şeyi bildirir ki, bir brendin gücünü. Yəni bu üçüncü kateqoriya ilə bir brendin gücünü göstərməyə bacaracaqsınız. Yəni sloqansız şəkildə ən əsas, vizual olaraq. Burada ancaq sırf vizualdır və real bir foto nəzdində göstərməkdir bütün məsələ burada. Dördüncüsü, məhsulunuzu parçalayaraq bir vizualı yaratmaqdır. Dördüncü kateqoriyamız. Yəni bir məhsul götürürsünüz, o məhsulu parçalara bölürsünüz və o parçalara bölərək bir vizual yaradırsınız. Məsəl üçün bu Harley Davidson motosiklet firmasıdır. Harley Davidson götürüb motosiklet alan insanların üzlərindən istifadə eləyərək onların simalarını göstərmək üçün motosikletin detallarından, parçalarından bir sima yaradıblar. Kim ki məsələn motosikleti alır bu motosikleti götürüb həmin o simanı tarixi olaraq yazmaq üçün motosiklet detallarını parçalayıb bir vizualı başlayıb yaratmaq. Yəni bu kateqoriya izləyici ilə, kütlə ilə bir duyğusal bağ yaratmaq üçündür, bir empati qurmaq üçün istifadə edilən bir kateqoriyadır. Dizayn ideyaları ən çox empatiya üzərində qurularaq uğurlu sayılır. Yəni orada kütlə iştirak eləməlidir, kütlə özünü orada hiss eləməlidir. Kütlə nə qədər özünü orada hiss eləsə, bir o qədər daha özəl olduğunu hiss eləmiş olacaq. Yəni verdiyi dizayn ideyaları yaradıcı olmasını istəyirsə, orada kütlənin nəzərə almağı da bacarmalısınız. O hissə də var, o tərəfi də var yəni. Bu indi təbii ki, xidmətdən xidmətə dəyişir, kateqoriyadan kateqoriyaya da dəyişir. Bu dördüncü kateqoriya sırf olaraq bir məhsulu götürüb parçalayaraq vizual yaratmaqdır. Bu həm məhsulunuzu gizli şəkildə göstərməkdir, həm də ki, məhsulun detalları ilə nəyisə izah eləməyinizdir. Bu da bir digər arqumentdir, bir digər üsuldur. Beşinci üsulumuz məsəl üçün bu Faber-Castell'dır, karandaş firmasıdır. Faber-Castell yaradıcı bir oyun oynamaq qərarına gəlib. Deməli, burada nədir? Rənglər, bu kateqoriya rənglərlə oynamaqdır. Rənglərlə oynayaraq siz nüansı göstərirsiniz. Yəni ki, bir brendin rənginin nə qədər əhəmiyyətli olmasını. Amma Faber-Castell məhsulu üzərindən bunu göstərməyə çalışır. Yəni, məhsul daxilində məhsulları çox rənglidir, karandaşları nə qədər güclü bir rəngə sahib olduqlarını göstərməyə çalışır. Və bunu da fiziki olaraq hər hansı həyatda olan çox rəngli görsənən bir əşyaların, nəqliyyat vasitələrinin üzərindən gedib. Məsəl üçün, bu nə deyirlər, yanğın söndürən maşın. Yanğın söndürən maşın çox qırmızıdır da və karandaşları da çox təbii bir rəngə sahib olduğunu göstərmələri üçün belə bir üsuldan istifadə ediblər. Yəni, real həyatdakı kimi bir effekt verir bizim karandaşlarımızın rəngi. Bu tipdə bir ideyanı fikirləşərək bunu bir yanğın söndürən maşın üzərindən vizual olaraq göstərməyə çalışıblar karandaşların keyfiyyətini. Bu artıq məhsulun keyfiyyətini göstərərək ideya fikirləşməkdir. Və buradakı kateqoriyamız, 5-ci kateqoriyamız bir məhsulun nə qədər təbii olmasını, nə qədər təbii rolda olmasını yansıtmalısınız.
Yani bu ise çok önemli detaldır. Altıncı kategoriyamız proporsiya ilə oynamaq. Altıncı kateqoriya proporsiya oynamaqdır. Bu çox rahatdır, amma hər yerdə işə yaramır. Bu indiyə qədər sizə dediyim kateqoriyalar bir çox yerdə yarayan kateqoriyalardır. Amma bu 6-cı kateqoriya hər yerdə işə yaramır. Burada artıq məsəl üçün elə bir məhsul olmalıdır ki, məhsulun bir növ genişləndirə biləsiniz. Genişləndirəndə bir mənası olmuş olsun. Proporsiya oynamaq, yəni mövcud olan formanı dəyişdirib tamamilə ə, biraz narahat edici formaya salmaq, elastik bir formaya salmaq. Bu kateqoriyadır. Və bunu hər marka üçün istifadə eləmək olmaz, hər ideyada istifadə eləmək olmaz. Biraz filtrlidir bu. Ə, bu məsəl üçün şey, Big Extra, bu ətlə bağlı balıq şeyi də var bunun, balıq konserva balıqları da var. Balıq konserva şeyləri var bunların məhsulları. O konserva qabının ağzını necə açırsınız? Onu yansıtmağa çalışıblar. Həm də bir tərəfdən bir insanın bizim məhsula qarşı olan iştahını göstərməyə çalışıblar. Yəni bir konserva qabı qədər insanın ağzı açılmış olur bizim məhsullarımızı görəndə. Bunu məsələn duyğusal bir ideya olaraq yansıtmağa çalışıblar. Buradakı məsələdə proporsiya ilə oynayanda artıq siz nə tipdə bir ideyanı göstərmək istəyirsiniz, məhsulunuzu korlamadan, iyrəndirmədən. Əslində mən bu reklam kampaniyası uğurlu saymıram və bu kateqoriyanı, bu proporsiya ilə oynama kateqoriyasında daha incə işlətmək olar, daha elastik işlətmək olar. Bu biraz kobud işlədiblər bu durumda bunu. Burada məhsul konservadır. Yox, burada bunların konservalar da var. Sadəcə bu konserva deyil. Bu ət yeməyidir. Sadəcə bir insanın bunların məhsullarını görən necə ağzı açıla bilər onu göstəriblər. Hı. Amma bunların konservaları da var. Bunu misal kimi dedim ki, yəni bu məsəl üçün konserva qablarında da bu proporsiyanı oynamağı istifadə eləmək olar. Daha çox qidalara uyğundur bu. Amma hər qidaya uyğun deyil. Yəni bu biraz şey ilə bağlıdır. Ağzı belə rahat, böyük açılacaq qablara aid də belə bir şey fikirləşin. 7-ci, bu çox möhtəşəmdir. E, Ümumiyyətlə bu kateqoriya çox minimalist bir kateqoriyaya daxildir. Hansısa bir mesaj ötürmək istəyirsinizsə, onu yüksək şəkildə abartmalısınız. Yəni abartmaq, çox yüksək dərəcədə abartmaq. Bir mesajı göndərəcək şəkildə. Bu 7-ci kateqoriya bu şəkildə gəlmiş olur. Yəni bir mesaj, qarşı tərəfə bir mesaj vermək kimi ideyalarınızı düşünə bilərsiniz. Bu qarşı tərəfə mesajı vermək istəyəndə onu baya bir abartırsınız. Təəccübləndirirsiniz. Bu Ariel'in reklamıdır. Ariel'in posteridir. Ariel burada nə göstərmək istəyib? Yəni o qədər Kölgə yaxşı təmizləyir ki, hə, kölgədə belə görsənmir də tərtəmizdir. O da kölgə və yaxud da ki, kölgəni belə təmizləyirik. O dərəcədə abartılı bir mesaj verilib. Bu da həm də məhsulun bir yüksək dərəcədə keyfiyyətli olmasını göstərməyə çalışırlar. Bunun əksi də var. Bu kateqoriyanın əksi var. Alternativ olaraq sizə deyim, Omo'nun işlətdiyi reklam kampaniyaları var. Kirlənmək gözəldir deyirdi. Bu əlavə alternativ 8-ci kateqoriya kimi qeyd edə bilərsiniz. İdeyanın əksinə fikirləşilməsi və yaxud da ki, gündəlik həyatda deyilən hər hansı bir fikirlərin əksinə istifadə edilməsi. Amma bu üsuldan istifadə edərək kampaniyasını bayağı bir yüksəltmişdi. Necə istifadə edib? İnsanlar həmişə dedilər ki, kirlənmək olmaz və yaxud da markalar deyirdi ki, digər yuyucu ləvazimatlar deyirdi ki, kirlənmək olmaz, kirlənmək pisdir filan. Amma Oma dedi ki, kirlənmək gözəldir. Bunu nəyə görə dedi? Çünki onsuz da deyir ki, biz təmizləyəcəyik də. Siz çirklənin, biz onsuz da təmizləyə biləcəyik. Və bu tipdə yanaşmaları oldu bunlara. Bu tərzdə yanaşmaları oldu. bitti. Yox, yox, su içirdim. Hı. Hı. 8-ci, 9-cu. 8-i bayağı dedim Omo misalı olaraq.
İndi 9 olaraq qeyd edeyim bunu. Hmm. Volkswagen'in reklam kampanyasıdır. Volkswagen burada nə istəyib, nə göstərmək istəyib? Bu kateqoriya deməli məhsulun özünü göstərmədən xidmətin dəyərini anlatmaq üçündür. E, Burada və yaxud da ki, hər hansısa bir yeni bir funksiya və yaxud da gətirə bilirsiniz brendinizə və o funksiyanızı məsələn tanıda bilərsiniz. Volkswagen yeni bir funksiya gətirib avtomatik parking sistemi. Və plus bu avtomatik parking sistemi nə qədər səliqəli və nə qədər yaxşı edə bildiyini göstərmək üçün bunu heyvanların üzərindən yola çıxıb. Və məhsulu göstərmədən ideyanı fikirləşmək bu kateqoriyaya aiddir. Burada nə edib? Kirpidir. Çox səliqəli şəkildə durub, simmetrik və tikanları da var. Bunun təhlükəli olduğunu həm də göstərir, maşınların təhlükəli olması, amma başqaları üçün təhlükəli olması. Bunlar isə digər maşınlardır. Yəni e, belə əyri-üyrü dayanıblar və bizim maşına, yəni bizim maşını düzgün şəkildə parkinq elədiyi təqdirdə siz düzgün parkinq eləməsəz, ziyan çəkən siz olacaqsınız. Bu tipdə bir mesajı həm də göstərməyə çalışıblar. Bu da bir üsuldur. Burada həm Biraz rəqibət söz çətin atmaq var. oldu. Necə? Biraz çətin anlaşılır sanki. Ola bilər. Ola bilər. Əslində bu sözə görə okeydir. Məsələn, bu sözü yazmasaydılar çətin anlaşılacaqdı. Ha, orada ne yazılı? Parking xidməti. Volkswagen-in yeni assistentli, yəni avtomatik parking sistemi. Ha, Ona görə rahat şəkildə o anlamaq olur. Ona görə bəzi ideyalarda, afişalar, yaradıcı afişalarda kiçik bir şəkildə, xüsusi bir font dizaynı vermədən kiçik bir şəkildə belə bir neçə sözdən açıqlama vermək lazımdır ki, ideya qarşı tərəfə ötürülmüş olsun. Bəzən də elə olur ki, ehtiyac olmur. Amma burada məsələn bu yazılmasa da hə, bunu anlamaq heç demək olar ki, mümkün olmayacaqdır. Yəni bu böyük bir qüvvədir, bu 2-dən 3-dən söz. hı. Ben onu okuyabilmedim. Hə, okeydir. 9-cu. Detaylarda yaradıcı olmalısınız. Artıq böyük şəklə baxmaq yox, daha sonra 10-cu kateqoriyamızdır. Bu 10-cu kateqoriyada detaylarda yaradıcı olmaqdır məsələ. Detayları necə yaradıcı olmaq? Ə, yəni ki, siz bunu mütləq şəkildə necə eləməlisiniz? Böyük bir vizuala fokuslanmırsınız, böyük bir vizualı göstərməyə çalışmırsınız. Detala fokuslanaraq detaldan bir element götürüb qoyursunuz vizualınıza. Bu korsanla mücadilə eləmək kampaniyasıdır. Korsan musiqilər yükləyən şəxslərə qarşı edilən bir kampaniya idi. Bu göy mücadilə edilən, yəni bu ağlar ölüvay olan korsanlardır. Bu isə korsanı istifadə eləməyən şəxslərdir ki, hansı ki korsanlı yükləyən musiqilər korsanlı yükləyən şəxslərlə mücadilə edirlər. Bu həm də loading işarəsidir. Yüklənmə. Hmm. Gördünüz? Bunu hardan başa düşdünüz korsanı? Buraya yaz. Ha, Bunları çoxdan bilirəm mən. Ona görə bu hissəsini göstərməm. Həm də bu hissəsini özüm sizə göstərməyim ki, şey olar, Departmanlarda ne var ben onu bilmiyorum. insanlar. Hmm. Amma digər detal isə loading ikonu olmasıdır, yüklənmə ikonu olmasıdır. Və burada da yüklənmənin faylın yazılmasıdır. Və göy sağlam bir mübarizəni bu yüklənmək olaraq. Bu isə ölüvay, korsan olanı göstərir. Bu korsanın mücadilədir. Bunlar bunun üstünə gedir, bu isə bunların üstünə gedir. Bunu yansıtmağa çalışır. 11-ci. Gözləmədiyi, insanların gözləmədiyi bir detallar göstərməyə çalışmalısınız. İnsanlar onu gözləmədən qarşılaşmalıdırlar. Birinci siz özünüz onu fikirləşməlisiniz ki, bu gözlənilmədən olan bir şeydir yoxsa yox. Bu avtomobil deməli avtomobil idarə edən şəxslərə ötürülən bir mesajdır ki, yolda diqqətli olun, heyvanları vurmayasınız. Bu tipdə bir kampaniya eləməyə başlayıblar.
Yəni bu kampaniya nə mənadadır? Göstərmək istəyirlər ki, yəni onlar da sizin kimi biriləridir. Sizin kimi bir canlıdır və bunu bir insanın bir hissəsi ilə heyvanın bir hissəsini birləşdirərək belə bir duyğusal bağ yaratmağa çalışıblar. Və bunu göstərmək istəyiblər. Heyvanların qorunması ilə bağlıdır bu. Yəni avtomobil istifadə elədiyi zaman, yoldan istifadə elədiyi zaman diqqətli olun, heyvanları vurmayasınız. Bunu vəhşi heyvanların üzərindən təbii ki, evcil heyvanlar yox, vəhşi heyvanların üzərindən göstəriblər. Və burada bir insana bənzəməsi misalı onu göstərir ki, yəni o da sizin kimi canlıdır. Siz necə özünüzü qoruyursunuzsa, onlar da özlərini qorumalı və yaşamalıdırlar. Bu baxımdan diqqətli olun. Bu kateqoriya duyğusal bağ yaratmaq üçündür. Bu kateqoriyada sırf olaraq bir şeylərə bu bənzətmək, bir vizualı digər vizualla bənzətmək və həm də gözlənilməyən bir rakursla oynatmaqdır. Gözlənilməyən bir rakursu göstərməkdir həmçinin. Başa düşdünüz buracan? Aydın oldu? Buracan nəsə bir suallarınız var? Yok. Yoxdur. Tamam. O zaman 5 dəqiqə, 10 dəqiqə dincələk, fasilə eləyək, gerisini davam edək. Tamam. Bu videonu da Tamam. göndərirəm sizə. Aha, okey. Yadıma düşmüşkən deyim, kreativ işlərə baxmaq istəyirəm. Məsələn, Pinterestdən bir hansıdan ya da nə bilim hansısa kinolar ki, biraz bir yaradıcılığı inkişaf etdirmək üçün onunla bağlı nələrsə verə bilərsiniz. Verərəm, deyərəm, göstərərəm, həm də deyərəm sizə. Narahat olmayın. Tamam.